İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql edilmiş bir hədisdə biz görürük ki, bütün növ əhdlərə əməl etmək və qarşı tərəfin kimliyindən asılı olmayaraq ona verdiyimiz sözə vəfalı olmağımız belə ifadə olunur. İmam buyurur ki, 3 şeydə heç kəs səni aldatmasın. Görək nədir o 3 şey? İmam birincisi əhdə vəfa etmək, danışanda doğru danışmağı, yəni yalan danışmamaq, yaxşı və pis olmasından asılı olmayaraq qarşı tərəfə əmanəti çatdırmaq. Bu 3 keyfiyyət İmam elə bir ifadə ilə buyurdu ki, bunu gərək son dərəcə diqqətli olaq. Əhdimizə vəfalı olaq, danışanda doğru danışaq və bizə tapşırılmış əmanət. O əmanəti kafir verib, müsəlman verib, əxlaqsız verib, əxlaqlı verib fərqi yoxdur. Vaxtında lazımi şəkildə geriyə öz sahibinə qaytarmaq.